Ötən il Bakı-Subsa kəməri ilə neft nəqlinin həcmi 90.000 ton təşkil edib. Pancomi TV xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatda deyilir. Nazirliyin məlumatına görə 2023-cü ildə Qərb boru kəməri ilə neft ixracının həcmi 150.000 ton təşkil edib. Beləliklə, 2024-cü ildə əvvəlki illə müqayisədə Bakı-Subsa boru kəməri ilə Azərbaycan neftinin ixracı 40 azalıb. Bildirildiyi kimi, Bakı-Subsa boru kəməri ilə neft nəqli 2022-ci ilin mart ayında dayandırılmışdı. Daha sonra aprelin 1-dən 17-dək boru kəmərində təmir-sazlama işləri aparılmış və neft nəqli bərpa edilmişdi. Subsa terminalından bir neçə yükləmə həyata keçirilmişdi. Daha sonra Subsa terminalından Azeri Liqd neftinin yüklənməsi üçün sifarişlərin olmaması səbəbindən Qərb marşrutu ilə neft ixracı yenidən dayandırılmışdı. Eyni zamanda, Azərbaycan şirkəti bildirmişdi ki, Bakı-Subsa neft kəməri hazırda istifadə olunmur. Azeri Liqd markalı Azərbaycan neftinin ixracı Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə həyata keçirilir. Şirkət qeyd edib ki, lakin Bakı-Subsa neft kəməri dondurulmayıb və istənilən anda neft nəqlinə başlamaq üçün tam hazır vəziyyətdədir. Qeyd edək ki, Bakı-Subsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Boru kəmərinin uzunluğu 837 km, diametri 530 mm-dir. İldə 7,5 milyon ton neft ötürmə qabiliyyətinə malik boru kəməri Azəri-Çıraq günəşli yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində inşa edilib.